Sizin qurbanı eləyə bilməzsiniz. Fərqi yoxdur. Bu hansı ölkədədir? Xatırlayırsınızsa, eyni şeyi 92-ci ildə biz də yaşadıq. Xocalıda uşaqların başına daha nə oyunlar açmadı ki, ermənilər. Yəni, bu bir dəhşət idi də. Xocalının üzərinə bir faciə tanımıram, bilmirəm. Əslində olub, təbii ki, belə qətliamlar, soyqırımlar olub. Bəlkə də Xocalı bizim qan yaddaşımızdır, ona görə bu belədir. Amma bütün hallarda, yəni, Xocalıda olan uşaqlar da körpələr idi, günahsızlar idi. Niyə donmalıydılar ki Xocalının şaxtasında? Niyə hansısa uşağın dərisi soyulmalıydı və o nə vaxt öləcəksə ona baxıb haylar zövq almalıydılar? Niyə? Əslində bu uşaqların öldürülməsi ilə bağlı niyə sualları həddindən artıq çoxdur, amma bizim bu niyə sualımız da cavabsız qalacaq. Yenə də dediyim kimi, yəni bu görüntü çox ürək ağrıdan görüntüdür, bu görüntü çox təsirli görüntüdür. Kaş ki uşaqlara dəyilməsin, kaş ki uşaqlar bu siyasilərin siyasətinin, güclülərin siyasətinin qurbanı olmasınlar. Amma dediyim kimi, kaş ki deyirik, elə belə də qalır, amma kaşkilərin də sonuçta heç bir mənası olmur. Davam edirik dəyərli izləyicilərimiz. Bu dəqiqə üçün bizi izləyən bütün tamaşaçılarımızdan xahiş edirəm, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər siz bizə dəstək olmuş olarsınız, hörmətli izləyicilərimiz, və hər birinizdən xahiş edirəm, əgər kanalımıza abunə olmamısınızsa, abunə olmağı da yaddan çıxarmayın. İsrail İranda quru əməliyyatı